Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bu gün sizlərlə blok sxem mövzusundan qəbula düşə biləcək geri qayıdış tipli sualları necə rahatlıqla həll edə bilərik, buna baxacağıq və növbəti videomuzda eyni tip sualların Python mövzusundan düşəndə orada da necə həll edə bilərik ondan danışacağıq. Və düşünürəm ki, bu video çox önəmlidir. Demək olar ki, hər qəbulda ya blok sxemdən ya da Python mövzusundan geri qayıdış sualı var. Ona görə diqqətlə dinləyək, tam anlamış olaq, qavramış olaq. Gəlin başlayaq ilk elə 2024-cü ildə düşən sualdan. Deyir, alqoritm blok sxeminə əsasən n dəyişənin çapa veriləcək qiymətinin 232 olması üçün. Çapa verilir harda? Burada. Qələmimizi alaq. Bunun 232 olması üçün n-in ilkin qiymətini müəyyən edin. Əla. İlkin halda nə olmalıdır ki, o gəlib 232 olsun. İndi bir fikir verək nəyə? A deyə bir dəyişənim var, 3-dən başlayıb, ilkin qiyməti 3-dür. Və nə baş verir? Hər dəfə üstünə 16 gəlir. Yəni dövrün hər addımında bunun üstünə 16 gəlir. Neçədən 16 gəlir hələ ki bilmirəm. Amma onu bilirəm ki, dövr yoxa getməyin səbəbi odur ki, A kiçikdir 164-ə hə deməyib yox deyib. Yəni A-nın üstünə neçə dəfəsə 16 gələndən sonra A böyük bərabərdir 164 olub ki, dövr dayanıb. Yəni belə deyə bilərəm. 3-ün üstünə x sayda 16 gəlib, x sayda 16 gəlib. Böyük bərabərdir 164 olub. İndi buradan rahatlıqla görünür ki, 11 dəfə 10 dənə gələndə 160, 163 olur. 163 şərti ödəmir. 11-ci 16-nı gələndə, 11-ci 16-nı gələndə dövrün şərti pozulur. Deməli, bu dövr daxili proses, dövrün gövdəsi 11 dəfə işləyib. Deməli, n-dən də 11 dəfə 8 çıxıb. Və sonda nə olub? 232 olub. Bərabər olub 232-yə. Onda belə çıxır ki, n bərabər imiş, yəni n-in ilkin qiyməti 232 plus 88 imiş. 232-nin də üstündə 88 gəlsən, eləyir neçə? 320. Və deməli, ilkin girişə verilən n-in 320 olub. 320 olub, 320 yazacaqdır. Ondan 11 dəfə 8 çıxandan sonra 232 olub. Keçdim növbəti sualı. Bu belə. Bu bir tipimiz. Növbəti tipimiz. Deyir, alqoritmin icrası nəticəsində n dəyişəni 243. Bu olub 243. A dəyişəninin daha doğrusu çap olunub. Aha, buna əsasən A dəyişəni daxil edilə biləcək ən böyük qiyməti. Yəni bunun ən böyük qiymətini soruşur. Baxaq. Fikir verin, n 1-dir, n-in ilkin qiyməti 1-dir və dövr daxilində hər dəfə n-i 3-ə vurur. 1-i 3-ə vurur, oldu n-in yeni qiyməti 3. Sonra 3-ü 3-ə vurur, n-in yeni qiyməti oldu 9. 9-u 3-ə vurdu, 27. 27-ni 3-ə vurdu, 81. 81-i 3-ə vurdu, 243. Əla. Neçə dəfə 3-ə vurdu? 1, 2, 3, 4, 5 dəfə 3-ə vurdu. Deməli. Buradan müəyyən eləyə bilərəm ki, dövrüm neçə dəfə işləyib? 5 dəfə. Dövrüm 5 dəfə işləyib. Deməli, bu addım, bunu da 5 dəfə icra edib, bunu da 5 dəfə icra edib. Aha. S-i 5 dəfə 2-yə vurmaq, S-i 5 dəfə 2-yə vurmaq. 1-i 2-yə vurdu 2, vurdu 2-yə 4, vurdu 2-yə 8, vurdu 2-yə 16, vurdu 2-yə 32. 5 dəfə 2-yə vurmaq, yəni 2 üstü 5-ə vurmaq. S-in ilkin qiyməti 1-də, 1-i 2 üstü 5-ə vuranda 32 olur da, düzdür? Yəni S-in son qiyməti 32 olub dövrdən çıxanda. Bəs A-nın son qiyməti neçə olub? A-nın ilkin qiymətini x desək, hər dəfə 3 çıxır. Neçə dəfə 3 çıxacaq? 5 dəfə 3 çıxacaq. X-dən 3 çıxır. Gələn dəfə bundan 3 çıxdı. Gələn dəfə bundan 3 çıxdı. Ümumilikdə 5 dəfə 3 çıxacaq. Yəni X-dan 15 çıxdı. Əla. X-in də son qiyməti nədir? Yəni A-nın son qiyməti nədir? X minus 15. Yəni ilkin qiymətindən 15% az olmuş olacaq. İndi baxın, dövrün şərtinə nəzər yetirək. Deyir ki, A kiçikdir S-dən. Bu şərt ödəmədiyi müddətcə davam eləyib. H-yə gedib dayanıbsa, deməli A S-dən kiçik olub ki, dayanıb da. A-nın qiyməti nədir? X minus 15. Gətirirəm yerinə qoyuram. X minus 15. S-in qiyməti nədir? 32. X minus 15 kiçikdir 32-dən olub ki, dövr dayanıb. Onda belə çıxır ki, X kiçikdir neçədən? 47-dən.
X-in ən böyük ala biləcəyi qiymət nədir? 46. Bizdən də nəyi soruşur? Ən böyük qiymətin. Cavabım oldu nə? 46. C variantı 14-cü sualımızda. Davam edək. Baxaq növbəti geri qayıdış tipli sualımıza. Bu da Ərri Test Bankından bir sual nümunəsidir. Deyir 256 qiyməti çıxışa verilib. K olub 256. Yenə nəyə nəzər yetirim? K-nın ilkin qiyməti 1-dir və hər dəfə 4-ə vurur. 4 dəfə 4-ə vursa 256 ola bilər də, düzdürmü? Çünki 4 üstü 4 256-da. Aha, deməli bu prosesdə 4 dəfə işləyib, bu prosesdə 4 dəfə işləyib. Yəni bariz baxaq. T-nin ilkin qiymətini bilmirəm, dedim bir dənə x. S-nin ilkin qiymətini bilirəm 51. İlk dəfə 4 dəfə işlədəcəm. 4 dəfə işlədəcəm. İlk dəfə işləyəndə nə baş verir? T-nin üstünə 3 gəlir. Olur x plus 3. S-dən çıxır nəyi? T-nin. T-nin cari qiyməti x plus 3. X plus 3 çıxır. Sonra yenə üstünə 3 gəlir. Olur x plus 3-ün üstünə 3 gəldi. X plus 6. S-nin yeni qiyməti nə? Yəni S minus x plus 3-dən çıxacaq x plus 6-nı. Yenə üstünə 3 gəlir. Olur x plus 9. S-nin cari qiyməti nədir? X plus 3. Bir dənə də çıxdım x plus 6-nı. Bundan çıxır nəyi? X plus 9-u. Bundan çıxır x plus 9-u. Əla. Sonra x plus 12. S-nin yeni qiyməti olur nə? Əvvəlki qiyməti, yəni x minus çıxıram x plus 3-ü, çıxıram x plus 6-nı, çıxıram x plus 9-u. Bir dənə də çıxdım cari x-i, cari t-ni, cari t nədir? X plus 12. Və fikir verin, bunu eləyəndən sonra gəlib K-nı da 4-ə vurub, olub 256, gəlib buradan yoxa gedib. Yoxa gedibsə, deməli burada şərt pozulub da, hə deməyib, yox deyib. T böyüdür S olub. T böyüdür S olubsa, T-nin qiyməti x plus 12-dir. X plus 12 böyüdür nə olub? S nədir? 51-dir. İlkin qiyməti 51. Bunlar 51 idi. Mən 51 yazacaqdım bura. Fərqi yoxdur. S yazmışam. İndi 51 elədim. Olub 51 minus nə? 1, 2, 3, 4T, 4x minus 18 minus 30. Həll edeyim. 5x böyüdü. 51, 30, 21 çıxdım 12, 9-dan. X böyüdü 1,8-dən. X-in ala biləcəyi ən böyük tam qiymət x nədir? T-nin ilkin qiyməti. T dəyişənin girişə verilə biləcəyi ən kiçik tam qiyməti neçədir bu şərtə əsasən? 2. Cavabım olacaq 2. Əla. İndi baxın, gəlin bir dənə də baxaq. Buradan lap ən kiçik soruşması idi, ən böyük soruşması idi. Nə baş verərdi? Ən böyük. Baxın, bir qayda olaraq, indi bunda Python tipinə baxanda növbəti videomuzda orada daha çox baxacaq o tip suallara, ən böyük söhbətinə. Ən böyük soruşsaydı nə baş verəcəkdi? Bax, 3-cü addımda olanda x plus 9 T-nin cari qiymətidir, x plus 9. Bu, kiçik bərabərdir şərtini ödəməlidir. S-nin cari qiymətindən, yəni nədən? 51 minus 1, 2, 3, 3x plus minus 18. Bundan kiçik bərabər şərtini ödəməlidir ki, təyə getsin, 4-cü dəfədə işləyə bilsin də, düzdürmü? Onda belə çıxır ki, 4x kiçik bərabərdir, 51-dən 18 çıxıram. Neçə eləyir? 33, ondan da 9 çıxdım, 24, düzdür? X kiçik bərabərdir 6-dan. Bir dənə ümid edirəm, heç bir səhv eləmədim. 51-dən 18 çıxdım, əla 33, ondan da 9 çıxdım, elədi 24. Əla, tapdım ki, x kiçik bərabərdir, alt şərtini ödəməlidir. Məndən burada şərtdə soruşsaydı, x-in, yəni T dəyişənin girişə verilə biləcək qiymətlərin cəmi. Girişə verilə biləcək tam qiymətlərin cəmi. 2, 3, 4, 5 və 6 girişə verilə bilər. Niyə? Bu şərtlə, bu şərtin kəsişməsinədir bunlar. Ən böyük 6-dır, ən kiçik 2-dir və ödəyən qiymətləri də bunlardır. Bu da belə bir sual. Məncə bu sualı tam anladıqsa demək olar ki, qayıdışların hamısını yaza bilərsiniz. Baxaq növbəti sualımıza. Deyir, alqoritm fraqmentinin yerinə yetirməsi zamanı dövrün şərti 5 dəfə yoxlanılıb. Bu 5 dəfə yoxlanılıb. 5 dəfə yoxlanıbsa, deməli dövr daxili proses
4 dəfə işləyib. Elsəvər sözü 4 dəfə ekrana çıxıb. Niyə? Şərti yoxlayıb çıxıb, şərti yoxlayıb çıxıb, axırıncı dəfə şərti yoxlayıb ödəməyib gedib. Dövr daxili proses deməli şərtin yoxlanma sayından bir vahid az olur. Niyə? Çünki ilk addımdan məsələn şərti yoxlasaydı, yoxa getsəydi, fikir ver, şərt bir dəfə yoxlandı, dövr daxili proses işləmədi. İndi baxın, dövr daxili proses, yəni bunların hamısı 4 dəfə icra olunub, bu da o da. 4 dəfə icra olunubsa, i-nin üstünə, yəni 3-ün üstünə 4 dəfə 2 gəlib, 8 gəlib. A-nın da üstünə A 0-dır. 0-ın üstünə 4 dəfə 7 gəlib, yəni 28 gəlib. Elə A-nın qiymətini soruşurdu, 28. A-nın çıxışa veriləcək qiyməti 4 dəfə 7 gələcək də. Şərt 5 dəfə yoxlanıb, baxın. Yoxlayıb, üstünə 7 gəlib. Fırlanıb, yoxlayıb, üstünə 7 gəlib. Fırlanıb, yoxlayıb, üstünə 7 gəlib. Axırıncı dəfədə yoxlayıb, üstünə 7 gəlib. Yoxlayıb, çıxıb, gəlməyib. 5-cidə yoxlayıb, amma üstünə gəlməyib. Deməli, digər 4 dənə də üstünə gəlib də. 4 dəfə 7-ni, 28-i gəlib də bunun üstünə. Burada i-ni prosta verib, prosta vermişəm. Keçək. Bu da belə. Bu da belə. Baxaq növbəti sualımıza. Deyir, alqoritm blok sxeminə əsasən n dəyişənin çapa veriləcək qiymətinin 232 olması üçün, bu 232 olması üçün n-in ilkin qiymətini müəyyən edin. X dedim ilkin qiymət. Baxın, A deyə bir şey var, 3-dən başlayıb. Hər dəfə üstünə 16 gəlir. Hə, bu sual səhv eləmirəmsə yuxarıda baxdığımız suallarla eynidir. Bir dənə baxım. Hə, bununla eynidir. Bu 2024-ün qəbulundan götürmüşdüm. Bu da ki, Dimin test toplusundan götürdüyüm, bu yox, bu sualdır. Eyni sual imiş, eyni sual imiş. Diqqət eləməmişəm. Baxaq onda bunun ekvivalent ikizinə, buna. İkiz sual sayılır əslində. Burada nə deyir? Çapa veriləcək qiymətin 32 olması üçün, A 32 olması üçün, n-in daxil edilə biləcək ən kiçik qiyməti. N-ə dedim x. Fikir verin, A-nın ilkin qiyməti 2-dir. Hər dəfə üstünə 15 gəlir. 32 olub. Əla. Onda belə çıxır ki, mən tapmalıyam ki, 2-nin üstünə neçə dəfə 15 gəlsə 32 eləyər. 2 dəfə gəlsə. Deməli, n-in də üstünə 2 dəfə 7 gələcək. N-in ilkin qiymətinin üstünə, yəni x-in üstünə 2 dəfə 7 gələcək. Yəni x-in üstünə 14 gələcək və yoxa gedəcək də. Niyə? Çünki 2 dəfə 15 gələndən sonra 32 olub, yoxa gedib 32 çıxardıb da. Növbəti dəfə 15 gəlsəydi böyük olardı axı. Deməli, yoxa gedibsə, n-in də üstünə 14 gələndən sonra bu şərt yoxa gedib. Yəni, n-in cari qiyməti x plus 14 kiçik bərabərdir 100 olmayıb, böyükdür 100 olub. Əla. 100-dən 14 çıxsam, 100-dən 14 çıxsam, eləyəcək 86. N böyükdür 86. N-in ən kiçik qiyməti neçədir? N böyükdür yox, əstəğfurullah, x böyükdür. X nədir? N-in ilkin qiyməti. X böyükdür 86-sa ən kiçik qiyməti 87-dir və diqqət eləyək, bizdən rəqəmləri cəmini istəyir ən kiçik qiymətin. Bunun da rəqəmləri cəmi neçə olacaq? 15. Bu da belə bir maraqlı sual. Qəbulda buna diqqət eləyin. Məsələn, axırıncı 2025-in qəbulunda çox uşaq rəqəmlər cəmi sözünə diqqət etməmişdi. Diqqətli olaq. Baxdım son geri qayıdış sualımıza. Bu da Dimin test toplusundan götürdüyüm bir sual nümunəsidir. Bu da deyəsən qəbula düşən sualdır, eynisidir. Bir dənə baxım. Hə, bu da eynisiymiş. Bu da eynisiymiş. Mən bunları diqqət eləmədim. Bunlar eynisiymiş. Əla. Baxın, əgər bunları tam şəkildə qavraya bildirsə, mənimsəyə bildirsə, artıq blok sxemindən düşəcək geri qayıdış suallarına tam hazır formadasınız. Məsləhət görərdim ki, anlamayanlar videoya bir də baxsın. Növbəti videomuz Pythondan eynən geri qayıdış suallarına olacaq. Orada say sistemi söhbətləri də var həmçinin. Daha nə istəyirsinizsə fikirlərinizi də mütləq şəkildə şərhdə bildirməyi unutmayın. Sağ olun, salamat qalın.